Ümumiyyətlə, Əhl-i Sünnə kitablarında Fatimə radiyallahu anhənin fəzilətini göstərən hədislər olduqca çoxdur. Gəlin indi Nasibinin Zəhra barəsində söylədiklərini tamamlayaq. Həmçinin onun, yəni Rafizinin Fatimə barəsində onun gecə ikən dəfn edilməsini və onlardan heç kimin ona namaz qılmamasını vəsiyyət etməsini dəlil olaraq yalnız cahil insan irəli sürə bilər. Bu da Fatiməyə layiq olmayan bir şeyi ona nisbət vermək deməkdir. Hədis doğru olsa belə bu, Allahın onu bağışlayacağı bir günah olardı. Təşəkkür edəcəyi yaxşı bir əməl yox. Allahu Ekber. Kim danışsa ki, Fatimə gecəykən dəfn edilmişdir, bu insan cahil imiş və Fatiməyə ona layiq olmayan bir şeyi nisbət verirmiş. Deyir ki, əgər hədis doğru olsa belə, bu onun günahı olardı. Allahu Ekber. İbn Teymiyyə elementar bir şeyi inkar edir. Məyər elə bir şəxs varmı ki, Fatimənin gecəykən dəfn edildiyini bilmir? Mənimlə birgə müşahidə edək. Səhih Müslim kitabı, Nəvəvinin şərhi ilə, 12-ci cild, səhifə 2201. Ayşədən belə nəql edilmişdir. Buna görə Fatimədə Əbu Bəkrə qarşı nifrət yarandı. Deyir, ondan uzaqlaşdı və ölənə qədər onunla danışmadı və Allah Rəsulundan sonra 6 ay yaşadı. Vəfat edərkən əri Əli bin Əbu Talib onu gecəykən dəfn etdi. Əbu Bəkrə namaz qılmağa izin vermədi və ona Əli namaz qıldı. Məyər Ayşə və Müslim Fatimənin gecəykən dəfn edildiyini söylədiklərinə görə İbn Teymiyyənin nəzərinə əsasən cahillərdəndirlər? Əgər yalnız bunu nəql edən kəs İbn Teymiyyənin nəzərinə əsasən cəhalətdədirsə, o zaman onu gecəykən dəfn edən Əmir əl-Möminin və gecəykən dəfn edilməsini vəsiyyət edən Fatimə Zəhranın hökmü nədir? Bunun hökmü İbn Teymiyyənin nəzərində nədir? Çünki o deyir ki, hədis doğru olsa belə bu, Allahın onu bağışlayacağı bir günah olardı. Təşəkkür edəcəyi yaxşı bir əməl yox. İbn Teymiyyə peyğəmbərdir, yoxsa aləmlərin Rəbbi? Deyir ki, əgər hədis doğru olsa, bu onun üçün bağışlanan bir günah olarmış. O, bu sözləri aləmlərin qadınlarının xanımı və Əmir əl-Möminin barəsində deyir. Görün İbn Teymiyyə nasiblikdə hansı həddə çatmışdır? Hələ də elə bilirlər ki, çox təəssüflər olsun, Əhl-i Sünnə Fatiməni sevmir, yaxud Fatiməyə düşməndir, nifrət edir. Nəinki Fatimə, ümumiyyətlə Əhl-i Beytə.